Əllamə Əmininin gözəl minbərləri olub, məclisləri olub. Onun məclisində çox insanlar hidayət olublar. Əllamə Əmini bir kitab yazıb Əl-Qədir. Ömrünün böyük bir hissəsini sərf eləyib o kitabı yazmağa. Dünyanın nə qədər kitabxanalarına gedə bilibsə gedib, Əhl-i Beytin haqlığını sübut eləyən dəlilləri toplayıb. Özdə kserokopiya yox idi, əllə yazıb, köçürdüb, əllə köçürdüb. Bəzən kitabxanalarda yatıb qalıb. Deyiblə bağlayırıq, çıx, deyib ki, icazə ver, mən gecə qalım burada. Qalıb orada yazıb səhərə qədər. Çox şeylərini satıb gedib kitablar əldə eləyib, ömrünü sərf eləyib buna. Oğlu deyir, yatdım bir dəfə atamı yuxuda gördüm. Oğlu da alimdir. Deyir, yuxuda gördüm, çox böyük məqam veriblər axirət dünyasında atama. Çox böyük məqam. Deyir, dedim, atacan, bu məqam ki sizə veriblər, o minbərlər üzün əvəzidir, Əl-Qədirin əvəzidir, bu qədər din tədris elədiniz, elə bir kitab yazdınız. Deyir, xeyr, heç birinin yox. Bu Hüseynin ziyarətinin və əzadarlığının əvəzidir mənə veriblər.